Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasında Beynəlxalq Əmək Təşkilatının baş direktoru Jilbor Humbonun rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüş keçirilib. Konfederasiya sədri Sahib Məmmədov Azərbaycan Həmkarlar İttifaqları ilə BƏT arasında qarşılıqlı faydalı əlaqələrdən danışıb. Ölkəmizdə təşkilatın işçi hüquqları ilə bağlı 59 konvensiyanın ratifikasiya olunduğunu qeyd edib. Bildirilib ki, Konfederasiya və BƏT əməkdaşlığı çərçivəsində Azərbaycanda əmək hüquqları ilə bağlı müxtəlif mövzularda konfrans, seminar və dəyərli masalar təşkil olunub. Proqramlar hazırlanıb, layihələr həyata keçirilib. Azərbaycanda mövcud olan işgüzar mühiti, əmək hüquqlarının daha effektiv müdafiəsinə yaradılan əlverişli şəraiti diqqətə çatdıran Konfederasiya sədri ölkəmizdə əməyin mühafizəsi, ittifaq üzvlərinin iş şəraitinin qabaqcıl beynəlxalq standartlara uyğunlaşdırılması, sağlamlığının qorunması, müalicə və istirahətinin təşkili istiqamətində aparılan davamlı və sistemli tədbirlərdən bəhs edib. Görüşdə həmçinin Azərbaycan Həmkarlar İttifaqları sistemində həyata keçirilən islahatlar və tətbiq olunan yeniliklər, AHİQ könülləri, layiqli əmək səfirləri, AHİQ Plus layihələri, eləcə də Kurort Turizm İnformasiya Mərkəzi haqqında BƏT nümayəndələrinə ətraflı məlumat verilib. Konfederasiya sədri əmək hüquqları, iqlim dəyişmələri və gender məsələləri ilə bağlı BƏT-lə bir sıra layihələrin nəzərdə tutulduğunu vurğulayıb. BƏT-in baş direktoru Jilbor Humbo Azərbaycanda olmaqdan məmnunluğunu ifadə edib, rəhbər olduğu təşkilata AHİQ-in səmərəli əməkdaşlığından, həyata keçirilən layihələrin əhəmiyyətindən danışıb, əlaqələrin səviyyəsini yüksək dəyərləndirib. Jilbor Humbo BƏT-in qərar və tövsiyələrinin həmkarlar ittifaqlarının effektiv fəaliyyəti üçün önəmini qeyd edib və bu məsələlərə konfederasiyanın həssas yanaşdığını bildirib. Tərəflər əməkdaşlığın inkişaf istiqamətləri, eləcə də qarşılıqlı maraq doğuran digər məsələlərlə bağlı fikir mübadiləsi aparıblar. Görüşdən sonra BƏT-in baş direktoru Jilbor Humbo və nümayəndə heyətinin üzvləri Kurort Turizm İnformasiya Mərkəzində yollayışların verilməsi prosesində tətbiq edilən yeniliklərlə, eləcə də yeni yaradılmış əmək mühafizəsi və hüquqi yardım mərkəzi ilə tanış olublar.